Biz belə götürək də, bir nəfər deyər ki, sən savadın o qədər də güclü savada malik deyilsən. Tez. Deməli, zəncir vurmaq haqqında. İmam Xumeyni rəhmətliyin İstiftaat İmam Xumeyni 10-cu cilddə sualın nömrəsi 12561. Təzədən təkrar edirəm. İmam Xumeyni rəhmətullah əleyhin ona olunan fikri sorğu sualların hamısını cəm ediblər. Bir neçə cilddir. İstiftaat İmam Xumeyni fars dilindədir. 10-cu cilddə sualın nömrəsi 12561. Sual verirlər. Bir nəfər zəncir vurur, o zəncirlə bədənin qaralda bilər, o zəncirlə bədənin qanada bilər və s. və s. Bunun hökmü nədir? Ağa buyurur, İmam Xumeyni rəhmətullahi aleyh buyurur, Bismihi Teala, mani'i nədarət. Bu əməlin heç bir maniyəsi yoxdur. İndi İmam Xumeyni sual verənə təhqiq gəlir. Məgər inki mucibi zərər fahiş bərbədən çər. Əgər bədəndə zərəri fahiş, yəni ki, həddən artıq, dözülməz həddə zərər verərsə, zəncir vurmaq mani-i darət, maniyəsi var. Əgər zərər vermirsə, onun nədir? Şəriətdə zərəri, eybi yoxdur. Bu İmam Xumeyninin nəzəri. Fazıl Lənkərani var. Deməli, Cami-ül Məsail kitabı, sualın nömrəsi 2034. Ağaya sual verirlər, rəhmətliyə. Həl yecuzullatun və darbis sələsil. Deməli, əllə bədənə vurmaq, zəncirlə bədənə vurmaq caizdirmi? Ağa cavab verir. Caizun, caizdir. Bəl racih, bəlkə də bəyənilir. Əla şərt, amma bir şərti var. Zarərən mühimmən, deməli, bədənə zərər, mühüm zərər yetişdirməsin. Yəni, bir nəfər götürüb zəncirlə bədənini tikə-tikə, sümüklərini sınıq-sınıq eləyəcəksə, bu şəriəti təmsil eləmir. Əgər mühüm zərər yetişdirmirsə, Fazıl Lənkərani ağamız deyir ki, işqalı yox. Mirzə Cavad Təbrizi ağa, Şəairül Hüseyniyyə kitabında ağaya sual verirlər, zəncir vurmaq olar, ağa bir bəli vurmaq olar. Səhifə 12-də. Mər'əşi Nəcəfini ki, hamımız eşitmişiz. Mər'əşi Nəcəfi, deməli, Əzadari Sünnəti Şiəyan kitabı, səhifə 346-da. Bismihi Teala. Deməli, bir müqəddimə deyək sizə. Bizim böyük müşriklərimizdən Nəcəf-ül Əşrəfdə Şeyxun Naini, Şeyx Naini. Demək olar ki, üsul elmində iki nəfərin adı Şiyə məzhəbdə çəkilirsə, Xorasani ilə, Axund Xorasani ilə, ondan sonra adı çəkiləsi adam Şeyx Nainidir. Bunlar demək olar ki, üsul elminin nəhənglərindən hesab olunurlar. O Naininin fətvası var. Və həmən o fətvaya bizim böyük müştəhidlərimizin təliq haşiyəsi var. O fətvanın bir neçə bəndi var, bizim mövzumuza aid olan sizə. Deməli, ağa buyurur, La işqalə fi cəvazil latın bil əydi aləl xududu və sudur. Deməli, əllə üzə, sinəyə, qızarana qədər həddil ihmirar və həddil isvidar, qızarana və qaralana qədər insan neyəyə bilər? İmam Hüseyn mətəmində döyəcliyə bilər. Bəl yəqva cəvazu darbi bis sələsil eydan aləl əqtafi və zuhur ilə həddil məzkur. Deyir, hətta qəvi, möhkəm, güclü rəyə əsasən zəncirlə də necə əllə qızarma və qaralma həddinə qədər icazə var idi vurmağa, zəncirlə də vurmağa nədir icazə verilir. Bu Naininin rəyi. İndi Ayətullah Mər'əşi Nəcəfidən buyurur, Bismihi Teala. Ançə mərhum məğfur Ayətullah ağa Mirzə Naini Qəddəsallahu sirrəhu ki, əz əazimi üləma-i şiə bud
مرقوم فرموده‌اند صحیح و مطابق واقع می باشد. Deməli, Şəban ayı filanıncı il. Ağa buyurur ki, mərhum əzəmətli şiyə fəqihi Naininin buyurduğu fətva, mən onu dəstəkləyirəm və həqiqətlə də düz gəlir. Seyyid Əli Xameneyi ağanın fətvası. Deməli, İstiftaat səhifə 321-ci. Deməli, ağamız buyurur. Sualın nömrəsi 1463. Sual verirlər. Zəncirzədən bir bədən həmangune ki, bazı əz müsəlmanan əncam midəhənd, ki hükmüdarı? Bir bəzi müsəlmanlar ki, bədənlərinə zincir vururlar, onun şəriətdə hükmü nədir? Ağa cavab verir. Əgər benəhvi mutaarəf və biqunahay başət ki, əz nəzər ürfi, əz mazahiri huzn və ənduh dər əzadari məhsub şəvdət, işqal nədarət. Bir əgər ürfün nəzərində İmam Hüseyin əleyhissalama təziyə növündən hesab olunsa, zəncir vurmağın işqalı nədir? Yoxdur. Əgər ürfün nəzərində, indi burada belə təsəvvür eləməyin ki, küçədən gedən, məsələn, dayanaq qapıda, məscidin qapısında namaz qılmayanlardan soruşaq ki, zəncir vurmağa necə baxırsınız? O ürfdən danışılmır. Hansı ürf? İnşallah onun fikri bəhsi var. Asan mövzu da deyil, ürfü başa düşmək. O ürf desə ki, İmam Hüseyin əleyhissalamın təziyyədarlıq növündən deyil, bəli, çəkinin. Əgər o ürf desə ki, yox, hələ bu İmam Hüseyin əleyhissalamın təziyyə növündəndir, Seyyid Əli Xameneyi ağamız buyurur ki, işqali nədarət və sonuncu fətva da deməli, Seyyid Sadiq Ruhani ağanın Əcvübət-i Məsələ İqtiqadiyyə səhifə deməli 36-da eyni şəkildə buyurur, caizdir və İmam Hüseyin əleyhissalama saxlanılan təziyyə növlərindəndir. Deməli, zəncir vurmaq bu qədər alim, yəni bu necə deyirlər, qələm ucu 100 nəfər 200 nə demək olar ki, bizdə ixtilaf yoxdur bu məsələdə ki, zəncir vurmaq təziyyə növüdür ya